Bu təzə bazamızdır. İndi bu il keçmişik bura. Çox burada trenajyorlu zal da var. Burada tenis oynaya bilərsən, bilyard, PlayStation, kim nəyə xoşlayır. Çox gözəl buranı tikiblər. İnşallah ikinci, üçüncü mərtəbəni də başlayıblar. Onu da orada yatmaq otaqlar olacaq, hər şey. 3 polyamız var. Uşaq trenajyor, bir dənə də polya iskusnədir var. Birə hər komandada olmalıdır. Çünki hər komandanın akademiyalarda da belə olmalıdır. Ondan sonra yavaş-yavaş inkişaf gedəcək. İnfrastruktur olmasa biraz inkişafı çox çətindir. Çünki uşaqlar nə trenajyor zalı görürlər. Çünki uşaq 14 yaşından, mən özüm Rusiyada olanda 14 yaşımdan başlamışam trenajyor zal, bəzi uprajneniyalar, atletik məşqlərlə. Onun olmasa çətindir, çünki indi fiziki çox vacibdir.